Komfort zonasından çıxmaq yalan bir məsləhətdir. İnanmırsınız? Yeni bir şey öyrənmək istəyirsiniz? Ağırsız, əziyyətsiz inkişaf etmək olar. Komfort zonası insanın rahat hiss etdiyi bir vəziyyətdir. Burada insan hər gün və hər həftə eyni işlər görür, eyni insanlarla görüşür. Demək olar ki, eyni həyat tərzini yaşayır və bu onun üçün komfort zonasına çevrilir. Bütün internet və kitablar deyir ki, komfort zonasından çıx və dərhal inkişaf et. Bu bir tərəfdən yalandır. Nəyə görə? Komfort zonasından çıxan hər adam inkişaf eləmir. Nəyisə dəyişmək fikriniz gəlirsə, qorxu yaranır. İşi, peşəmi dəyişsəm necə olacaq? Geri dönüş edə biləcəmmi, yəni nəsə alınmasa? Səbəbi nədir bu problemlər? Komfort zonasından və diskomfort zonasından, yəni inkişaf zonasından başqa bir dənə də zona var. Komfort zonasından çıxıb, amma istədiyi inkişaf zonasına düşə bilməyib. Deməli, bu zonalar necə bölünür? Komfort zonasını bir dairə kimi çəkə bilərik. Bu dairədən çıxanda biz iki yerə düşə bilərik. İnkişaf zonasına və təhlükə zonasına. Əsas məqsədimiz komfort zonasından çıxanda təhlükəli zonaya düşməyib inkişaf zonasına düşməkdir. Təhlükə zonasına düşdünsə qorxu yaranır və o qorxu sizi dərhal komfort zonasına qaytarır. Nə inkişaf görürsüz, nə də o zonadan bir də çıxmağa həvəsiniz qalır. Pis təcrübə deyir ki, bir də bu səhvi təkrarlama. Bəs nə etmək lazımdır? Bu problemin həlli nədir? Əvvəl qabağınıza bircə məqsəd qoyun. Proqramlaşdırmaya başlamaq istəyirsiniz, kiçik addımlarla irəliləyin. Əvvəlcə kompüter bünövrəsini, yəni computer science, kompüter elmlərin bünövrəsini alın. Bundan sonra isə artıq praktiki dərslərə başlayın. Dünyanın ən uğurlu insanları birdən-birə uğurlu olmayıb. Hamısı yavaş-yavaş məqsədlərinə doğru irəliləyib.